Prezident İlham Əliyev son çıxışlarında məmurların etik davranışına dair bir sıra mülahizələr söyləyib. Sonuncu dəfə and içmə mərasimində çıxış edərkən o, dəbdəbəli həyat tərzinə alışmış məmurları təvazökar olmağa, yəni həyat tərzlərini sadələşdirməyə çağırıb. Dövlət başçısının ardıcıl xəbərdarlıqları dövlət qulluqçularının davranışlarına ictimai nəzarətin gücləndirilməsi məsələsini gündəmə gətirib. Biz 102 zəng vurduq, xahiş edirik, gözlüyündə 5 dəqiqə, 102 zəng vuruşu gəlir. Zəng vuruşu gəlir. Elə məməli işimdir bu. Mənim işimdir bu. Elə məməli işimdir bu. Mənim işimdir bu. Əlizdəki lapatka ilə döydünüz onu. Əlizdəki lapatka ilə döydünüz onu. Məsələ ilə bağlı Milli Məclisin deputatı Rəfail Cəbrayılov deyir ki, Sovet dönəmində kommunistin əxlaq kodeksi vardı. Amma 2007-ci ildə parlament dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunda onların özünü təvazökar aparmasından tutmuş, tərbiyə də daxil olmaqla bütün etik davranış qaydalarını qəbul etmişdi. Həmin davranış qaydalarına riayət etməmək intizam məsuliyyətinə cəlb olunmaya səbəb olur və burada işdən çıxmağa qədər cəza tətbiq edilir. Onun sözlərinə görə qanun mövcud olduğu üçün əlavə etik kodeksin hazırlanması gülünc olardı. Sadəcə bu qanun bir növ yaddan çıxıb. Bu səbəbdən də bugün bir çox məmurlar nəinki davranış qaydalarını unudub, hətta özlərini tərbiyəli apara bilmirlər. Ona görə də müvafiq orqanlar tabeçiliyində olan işçisinin, yaxud işçilərinin hərəkətləri barədə düşünməlidirlər. Düşünürəm ki, məmur öz başınalığına və məmurlar məsuliyyət hissini itirməməlidirlər. Və onlar bilməlidirlər ki, onların əsas vəzifəsi Azərbaycan xalqına xidmət eləmək və onlar bu vəzifələri də Azərbaycan xalqı və ilk növbədə prezident onları təyin edib. Ən azı mənə elə gəlir ki, burada medianın da böyük rol olmalıdır. Bu davranışları, bu harınlığı ictimailəşdirərək şəffaf Azərbaycan ictimaiyyətinə nümayiş etdirmək və ən güclü bunlara qarşı üsul məhz güzgüdə, yəni Azərbaycan mediasında öz davranışlarını görməlidirlər. Hər halda söz gedən qanun mənəviyyatla, davranışla bağlı olan qanundur. İstənilən bir məsələ ictimailəşməyəndə bürokrat nəinki gərəkli davranışı, bütövlükdə tərbiyəni də yaddan çıxarır. Odur ki, unudulmuş qanun yenidən gündəmə gətirilməli, məsələyə ictimai nəzarət gücləndirilməlidir. Könül Rasim qızı, Vizyon TV.